Salam, hörmətli izləyicilər. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, aprelin ilk günlərində ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Əsas məlumat. Aprelin 4-dən başlayaraq ayın 10-una qədər fasilələrlə yağıntılı hava şəraiti üstünlük təşkil edəcək. Bakı və Abşeron yarımadasında aprelin 4-cü günü günortadan 6-cı günü gündüz saatlarına qədər ara bir yağış yağacağı ehtimal olunur. Bəzi ərazilərdə yağıntıların intensivləşəcəyi gözlənilir. Bölgələrdə isə proses ayın 7-ci günü səhər saatlarına qədər davam edəcək. Proqnoza əsasən şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilər isə qar yağacağı ehtimalı var. Yağışlar xüsusilə şərq rayonlarında daha güclü olacaq. Xəbərdarlıq hissəsi. Hava şəraitinin pisləşməsi ilə bağlı rəsmi qurumlar artıq sarı və narıncı xəbərdarlıq yayıblar. Küləyin sürəti Bakı və əksər rayonlarda saniyədə 20,7 metrə qədər, Qazax və Ağstafa bölgələrində isə saniyədə 28,4 metrə qədər güclənəcək. Güclü yağışlar çaylarda sululuğun artmasına səbəb ola bilər. Quba-Qusar bölgəsinin dağ çaylarından qısa müddətli sel keçməsi və daşqın riski var. Aprelin 7-ci və 8-ci günlərində qısa fasilə olsa da 9-cu apreldən etibarən yağışlar yenidən başlayacaq. Zəhmət olmasa, açıq havada olarkən və yol hərəkəti zamanı diqqətli olun. Aktual məlumat üçün Milli Hidrometeorologiya Xidmətinin rəsmi saytını Meteoteri.az izləyin. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Yeni proqnozlar üçün izləmədə qalın. Sağ olun.